Hər vaxtınız xeyir, hörmətli Excellent izləyiciləri. Sizinlə yeni bir video ilə qarşınıza gəlmişik. Və burada çox maraqlı bir Excel'də olan bir maraqlı komandadan danışacağıq. Waffle chart necə yaratmaq olar? Buna bizim dildə tərcümə eləsək, waffle mənasında verir. Yəni belə bir tipli, ekranda gördüyünüz belə bir chartı necə yaratmaq olar? Sadəcə nümunə kimi göstərmək istəyirəm. Məsələn, biz hər hansı bir xanada faizləri dəyişdikcə avtomatik olaraq həmin faizə uyğun olaraq bizdə diaqramımızın ölçüsü dəyişir. Məsələn, 40% elədikcə, baxın, bu formada olur. Belə bir dinamik chartı necə yaradırlar? İndi növbəti dəqiqələrdə görəcəksiniz. İlk öncə bildirmək istəyərdim ki, vizual olaraq chart kimi görünsə də, əslində biz bütün bunu hazırlamaq üçün qəti olaraq diaqram və yaxud hansısa bir qrafik növündən istifadə eləməmişik. Bütün deməli bunu hazırlamaq üçün biz Excel-də bir neçə biliklərimizi cəmləşdirmişik. Onlardan biri Conditional Home menüsündəki şərti formatlaşdırma, yəni Conditional Formatting komandasıdır. Digəri Custom Format hissəsindən xanalara format vermişik və bəzi riyazi hesablamalardan istifadə etmişik. Bunun üçün tam sıfırdan başlayacağıq. Yeni bir tam səhifə yaradıram və deyək ki, burada mənim faizim var. Hansısa bir rəqəm olaraq qeyd eləmişəm. Məsələn, 65%, sıfırdan %65 yazıram. Daha sonra faiz işarəsi ilə onu faizə çevirirəm. İndi baxın görək 65%-ə uyğun necə bir diaqram yarada bilərik. Bunun üçün öncədən hansısa bir xanada faiz olaraq 0,1 qeyd edirik. Məsələn, 1%, 2%, 1-2 alındı və hər ikisini seçib sadəcə sağa doğru sürüşdürürəm. Burada 10% görürük. Sonra üzərində bərabər qoyub həmin 1%-in üzərinə 0,1 əlavə edirəm. Yəni əlavə 10% gəlirəm. Bu bizə 11% verir. Yenə sağa sürüşdürdükcə, baxın burada artıq belə bir forma alınır və aldığımız formulanı biz buradan yuxarıya çəkib bütün xanaları doldururuq bu şəkildə. Bu bizə ehtiyac yoxdur, siləcəyik. Baxın, belə bir formada 1%-dən başlayaraq 100%-ə qədər olan belə bir ardıcıllıq aldıq. Gəlin bəzi format işləri aparaq, sıfırların sayını azaldaq, eyni zamanda sütunların ölçüsünü nisbətən kiçildək. Neçə saniyə? Bu formada biz onu kvadrat formasına gətirəcəyik. Daha sonra nə edə bilərik? Deməli, xanaların hər birini seçirik. Buradan rəng veririk. Məsələn, tünd bir rəng verə bilərik. Deyək bu formada. Daha sonra keçib conditional formatdan yeni qayda yaradırıq. New rule deyib və format only cells that contain və cell value kimi biz seçirik less than, yəni kiçikdir, less than or equal, kiçikdir və yaxud bərabərdir. Bu hissədə kursoru qoyub artıq bizim faizimiz yazılan rəqəmi seçirik. B3 xanasını və ona uyğun bir format veririk. Məsləhətdir ki, hər hansı bir parlaq rənglərdən istifadə edək. Məsələn, bu şəkildə götürə bilərik. OK düyməsini basacağıq. OK və burada fikir verin, bu şəkildə görünür. Yəni 65% harda əhatə edirsə, həmin hissəyə qədər xanalara format verir. Gəlin dinamik olduğunu yoxlayaq. Məsələn, 16% qeyd edirəm, gəlir. Eyni zamanda 38% edirəm və s. Bu şəkildə rəng dəyişir. Növbəti addım kimi biz edə bilərik ki, xanaların içindəki yazılar görünməsin və bunun üçün bizə custom format lazımdır. Ərazini seçirik. Ctrl+1 düyməsi vasitəsilə format cells pəncərəsini çağırırıq. Burada number deyib custom yerində əgər biz 3 dəfə nöqtəli virgülü qeyd etsək, OK düyməsini basırıq və bu zaman biz görürük ki, yazıda xanaları görütmür, göstərmir. Daha sonra eləyə bilərik ki, xanaların arasında deməli çox incə formada borderlar çəkilsin. Yenə də Ctrl+1 düyməsindən format cells pəncərəsi vasitəsilə bordera keçirəm. Qalın deməli xətti seçirəm. Eyni zamanda rəng olaraq ağ rəngi götürürəm
Və burada elə edirəm ki, xanaların hər biri həm çölü, həm də içini bu şəkildə xətti haşiyəyə alaq. Okey. Və bizdə artıq hazırdır. Bu bizim adlandırdığımız waffle chartdır. Məsələn, indi gəlin yoxlayaq. 55% dəyişdi. Eyni zamanda 46% və s. müxtəlif faizlərə uyğun olaraq bizim görüntümüz dinamik dəyişir. Bu qədər. Yeni videoları gözləyin. Sağ olun.